Bu bölgənin torpağı ümumiyyətcə çox yaxşıdır. Bu Qarabağ zonasının torpağı bəzi yerlərdə belə qara, qapqara torpaqdır. Çox məhsuldar torpaqdır. Amma düşmən buranı işğal eləyib, viran qoyub. Görür. Bir dənə də salamat bina qoymuyor. Dağıdıb və daşları da söküb aparıb, burada satıb. Sağ olun, çox sağ olun. Allah köməyiniz olsun. Allah köməyiniz olsun. Həmişə deyirəm, biz qisasımızı döyüş meydanında aldıq. Sağ olun. Şəhərlərimizin qanında bizim başımız uca oldu. Ədalətli də bərpa elədik. Bütün düşmənləri də qovduq torpağımızdan. Təşəkkür edirik. Sağ olun. Siz də əziyyət içində yaşamışsınız. Mən bunu bilirəm. Mən bu işğal dövründə köçkünlərlə neçə dəfə görüşmüşəm. Neçə biz şəhərcik saldıq. Bəlkə də 100-ə yaxın qaçqın şəhərciyi. Çadır şəhərcikləri 2007-ci ildə ləğv olundu. Mən 2003-cü ildə prezident seçiləndə demişdim ki, 5 ilə bir dənə də qalmayacaq. 4 ilə onu. Sonra 100 minlərlə, haradasa 300 minə yaxın qaçqını yerləşdirdik yeni binalarda. Amma yenə də indi doğma torpaq başqa şeydir. Doğma ayrı. Doğma torpaq başqadır. Siz harada yaşamışsınız? Bakıda. Bakıda. Hələ buradan çıxanda birbaşa. Yox, burada Çadır şəhərciyində yaşadık. Orada soyuğa dözənmədik, ondan sonra Bakıya. Bakıya. Bu işğalı xatırlayırsınız. Hamısı. Axırıncı elə bu kəndi Erməni girəndə bir çıxmışıq. Özü bu çox... Hardan girmişdilər? Erməni bax bu yüzden girdi. O Daşkızan kəndi var orada. Oradan girdi bizim kəndə. Bir də Füzuli tərəfdən asfaltından gəldi. Biz elə bu da bura orta kərizimiz. Bundan açdıq o dağın o tərəfindən, dağın o tərəfi ilə Araza tərəf getdik biz. Araza. Ən axırıncı elə oradan çıxmışıq. Bəlkə yerdə asfalta Araz qırağı, Beyləqanza çıxdıq, getdik. Yara İrandan adladı. O İran darağını kəsdi, imkan vermədi. Zəngilanlar Arazı keçdilər o tərəfə. Buradakılar bizimkilər də çay boyunca. Çay boyu getdik, oradan da İran çoxun imkan vermədilər. Maşınlar qaldı, piyada qarşı çoxsu. Üzüm bağları ilə getdik belə. Heyvanlar məsələn, heyvandarlıq da heyvan qaldı. Belə-belə. Bütün pis günlərdə, hamısı qaldı. Ev, eşik, hamısı dolu qaldı ev, eşik. İndi deyirdik, beynəlxalq təşkilatlar, bir dənə beynəlxalq təşkilat bir şeylərdir. Heç nə. İnanımız sən oldun. Bir nəfər gəldi, dedi Erməniyə ki, buradan çıx, bura sənin döyür. Yox. Hələ istəyirlər ki, biz də barışaq bu vəziyyətlə. Hələ deyirlər ki, sülh yolu ilə həll eləyək. Deyirəm, yaxşı sülh yolu ilə eləyək, amma eləyək və həll eləyək. Yox, müharibə olmamalıdır. Sonra deyirlər ki, müharibə heç bir nəticə verməz. Yəni, bu məsələlə məşğul olanlar hamısı birləşmişdi bizə qarşı. Hamısı Ermənistan tərəfində. Mətbuatda görürdük də, sağ olun. İzləyirik. Çətin idi, çətin zaman idi. Sağ olun ki, siz bu torpaqları, siz inşallah şəhidlərimizə rəhmət eləsin. Allah rəhmət eləsin. Başda komandanımız olmalı, siz qaytardınız torpağı. Bizim xalqımız da iradə göstərmişdi. Hamımız inanırdıq. Uşaqlar böyüdü, vətənpərvərlik ruhunda. Ailələrdə, məktəblərdə uşaqlara verilən tərbiyə böyük rol oynamışdır. Yəni, bu torpaqları biz, gənclərimiz sinələrini qabağa verərək azad etmişdik. Özə ən çox elə birinci mərhələdə bizim şəhidlərimiz olub. Bu müdafiə xəttlərini keçəndə həm buradan, həm Füzulidən. Güllə qabağına getmək çox böyük cəsarət tələb edir. Mənim 38 yaşım var idi. 38. 3 dənə oğlumla çıxmışıq. Biz burada işləyirdik. İndi 70, bəli, məktəbimin kitabxana müdürəsi olmuşum, orta məktəbin. 3 övladımla, oğlumla orta məktəbdə oxuyurdular, az yaşlıydılar, onlarla çıxmışıq. İndi bax şükür, nəvəmdir, oğlumdur, onlardan gəlmişdir. Maşallah.
Allah size kömək olsun. Her şey sizin sayenizde. Çünkü gençler de darıxmamalıdır burada. Çünkü birincisi doğma torpaq. Elbette ki. İkincisi şərait yaxşı deyil. Üçüncüsü bütün bu Qarabağ, Şərqi Zəngəzur ən inkişaf etmiş bölgelerden biri olacak. İnşallah. Nəinki Azərbaycanda, dünya miqyasında. İnşallah. Belə kəndlər harda salınır? Yok diyor. Güzel, güzel. Hamının koşan. Şəhərlər, Güzel kentler. yollar. İndi siz hansı yolla gəlmişsiniz bura? Biz Mahmutlu değil. Ha, Şükürbəydən geldik. Ha, yolu gördünüz. Gördük, Çok gördük. güzel. Elə yol olub. Ama buradan oraya bir kentten o yol gidende bir yarım saate 40 dakika İndi geldik. buradan Zəngilan'a gedəcəksiniz. Biz 10 dəqiqə Ya 20 dəqiqə. Buradan da Zəngəzur dəhlizi keçəcək. Böyük ticarət yolu olacaq. İnşallah sayenizde. Yani çok daha bundan sonra daha çok inkişaf edecek. İnşallah. Allah köməkimiz. Esas odur ki burada uşaqlar yerləşsin, uşaqlar çoxalsın, ailələr böyüsün, İnşallah. işlər getsin, abarlı, quruculu, xoşbaxt həyat. Və sülh. Ya bundan sonra heç kim bizə qarşı Sayenizde. baş qaldıra bilməz. Sayenizde. Heç kim. Əgər kimsə qaldırsa, yenə də bunu görəcək. Açarların təqdim edilmə mərasiminə başlayırıq. Dəvət olunur Kalbalıyev Hümbət Mirsiyaboğlu. Mən də İsmailov Vüqar Vaqifoğlu. Çok sağ olun Cenab-ı Prezident. Şehit atasıyla, ailemle, size uzun ömür, can sağlığı arzuluyorum. sağ ol. Allah size uzun ömür, can sağlığı versin. Hemşe Azerbaycan halkının başının üstünde siz olasınız. Çok sağ olun. Ki ne orada kalıp her zaman biri birinci sınıfa gelir, biri ikinci sınıfa Allah'ımıza andolsun kitaba çəkir, getirir der ki, mənə bunu tanıyırsan. Yani bu ilham əliydi. Cəbrail arzusundan yaşayır o nəvələr. 6 yaşı var. Bütün her yeri bəyənmir. Bir dənə deyir mənə Cəbrail belədir. Sizin sayənizdə, atasının kimi igid oğulların sayesinde Allah sizler var eləsin Sağ həmişə. olun, sağ olun. Sizə Bizlerin çok sağ olun. başının üstünden eski olun. Can sağ olun. Var olasınız. Sağ olun. Çok sağ olun. Məhəmməd Əliyeva Zöhrə Hüseynqızı. Tabii ki. Siz neçə yaşınız var İşğalda? İşğal dövründə. Çox sağ ol. Harada yaşamışsınız? İmişli'de vagonda yaşamışlar. Vagonda. Bəli. Ha. Onun 8 ildə Biləsbərdə şəhərcikdə Kaç gün yaşamışlar. Çox təşəkkür edirəm. Bu bizim o yarattığımız Biləsuvar Bəli, şəhəri. bəli, bəli. Çox sağ olun, çox var olun. Sağ ol. Minnətdaram. Sağ ol. İsmailov Beyrək İxtiyaroğlu. Yani oğlumdu da. Oğlum. Ha, gelin siz de. Gelin, gelin. Çox sağ ol. Sağ ol. Həsənova Leyla Vaqif qızı. Sağ olun. Tebrik ederim. Sağ ol. Sağ ol. Çox sağ ol. Əlizadə Ceyhun Firəddinoğlu. Tebrik ederim. Sağ ol. Yani alevler var. Bak gelsin. Çox sağ ol. Sağ ol. Abi müstakil ölçəni yarattı, qoydu, getdi. O dəmir yumruqda bu müstakilliyi davam edir. Sağ ol. Səfxanova Həmidə Qəhrəman qızı. Tebrik
Təbrik edirəm. Təbrik edirəm. Çox sağ olun. Həmzəyev Zamiq Şahinoğlu. Sağ ol. Təbrik edirəm. Çox sağ olun. Prezidentimiz olasınız. Sağ ol. Sağ ol. Çox özümüzü çox xoşbəxt hiss edirik. Çox Yaxşı sağ ol. varsınız. Sağ Sağ olun. ol. Mikailova Gülcamal Bahadur qızı. Salam bizə. Çox sağ Sağ olun. olun. Çox sağ olun. Və Poladlı Əfqan Faiqov. Təbrik edirəm. Təbrik edirəm. Təbrik edirəm. Çox sağ olun. Gəlin birlikdə də bir şəkil çəkdirək. Çox sağ olun. Bir daha təbrik edirəm.